Hə millət, qalmışdıq sizlə bir proyektin üstündə. Elə onun üstünə React Domu həll eləyəcəm sizə. Çünki elə onun üstündən getsə yaxşı olar. React Dom nə üçün? React Dom önəmli bir şeydir. Yəni bizdə router sistemi nədir? Route nədir ümumiyyətlə? Root nədir? Yöndür da hər hansı bir. Routerda yönləndirən deməkdir. Yəni biz birdə nəsə yönləndiririk. Nəyə yönləndiririk prinsipi? Nəyə yönləndiririk prinsipi? Linkləri deyəndə əslində səhifələri yönləndiririk. React Domun bu color-dır, bu önəmli bir şey deyil. Bu 2-dir sizdə önəmli olan. Deməli, yes, axırıncı oba dark mode yazmışdın ha axırıncı dəfə. Keyfiniz gedib yazdınız onu, gördüm çoxunda. O dark mode inkişaf etdirməyinizi istəyəcəm sizdən. Hə. Mən də dedim onlayn-dakı səsi nətər buradan gəldi. Qorxdum ya Allah. Hə. Mədinə de də buradan səsi çıxar. Yadına çıxıb. Yamanı demişə dedi sizə. Hə. Hiss elədim, qorxutdu məni yüngül. Başım patolka dəymiş. Hə, belə bir qıcı dark mode yazmışdıq axırıncı dəfə, açması ondan yaxşıdır. Qalsın belə bunu nə? Qəşəngdir, qəşəng. Rəylər çox da xoşuma gəlmir əslində belə. Daha maraqlı oldu. Hə. React Dom bilirsiniz nə üçündür millət? Bizdə React-la yazılmış saytlarda, ümumiyyətcə hamısında, ümumiyyətcə bütün saytlarda millət bizdə səhifələr olur, yönləndirmələr. Bizim normal vanilla JS yazanda bizdə bu yönləndirmələr hansı şəkildə baş verirdi? Hansı şəkildə baş verirdi? Bizdə indeks səhifələri olurdu, düzdürmü? Və ona basanda biz onun linkini verirdik hyperreferansa. Bura sən keçən dəfə var idin. Online idin. Adı nə idi? Ruhlan. Ay sol, bir dəfə qoşulmusan məndən ona. Hə, biz yönləndirmələri eləyəndə hər dəfə başım belə çöndəndə təzə bir sifət görürəm, belə. Hə, biz yönləndirmələri eləyəndə nə eləyirik? Bizim millət href var idi yadınızda, hyperreferans var idi. Ora bir link verirdi, basırdıq, tak qora atırdı, tak bura atırdı, özümüz üçün məzələnirdik. 70 dənə indeks səhifəsi düzürdük artıqda. İndeks belə, about belə, falan belə, peşman belə. Düzdür? Amma bizdə React-da problem budur ki, bizdə React nədir? SPA. SPA nədir? Single Page Application. Single Page Application nədir? Yəni bir dənə HTML səhifəsi var. Tamam. Bir dənə HTML səhifəmiz var və biz bir dənə HTML səhifəmiz var və onun içində bir dənə div var, bir dənə root var və biz bunun əlavə bir şeyimiz yoxdur bizdə. About HTML gətirim salım. Əlavə bir şey yoxdur. Mən bura contact HTML gətirim altına bura yazım ki, bura yazım contact HTML. Yəni bu React-ı söyməkdir də konkret. Asarlar gəlib səni. React-ı yığışdırarlar gəlib komitetindən ki, yəni nə varsan qardaş? Yoxdur bizdə belə bir şey. Biz nə etməliyik? Bizdə React-ın məntiqini necə demişdik? Biz komponentləri dəyişdikcə hər dəfə komponentlərimiz gəlir buradakı rootun arasına render olunur. Tamam. Bizdə də rootun arasına render olunur. Yəni bizdə bir dənə SPA, bir dənə single page application, bir dənə qab var. Bir dənə qab var. Bax bu qabın içinə arada bu gəlir, bu çıxır. Bu gəlir, bu çıxır, bu gəlir. Mən nə görmürəm. O izah elə oradan WhatsApp-dan şeyə Ləmana. Yox, Ləman Mədnəyə. Hə. Bu çıxır, bu gəlir. Yəni hər dəfə yəni bizdə bir dənə qab var, içini dəyişirik də. Prinsipi bizdə bunun da yönləndirməsini eləmək üçün bizə lazımdır React Router DOM. Tamam. Ona görə nə edirik birinci? Adam kimi gedirik. Gözəl qəşəng şəkildə gedib deyir ki, npm react nə? Router domumuzu yükləyirik. Buradan gedib React Router domunu da yadınızdan çıxsa, oy Allah, qışqıra yazdım. React Router dom npm yazsaz, görəsiniz ki, burada mənim yazdığımın eynisindən yazılıb. Tamam. Yəni siz bunu yükləməklə həm köhnə versiyanı, həm təzə versiyanı istifadə edə bilərsiniz. Köhnə təzə hələ çox girmirəm. Tamam. Ondan sonra biz bunu yükləyəndən sonra biz bunu yüklədik, getdik, baxdın ki, package installed, bax indi hamısı həll olacaq.
De 36 package are looking for and find them installed. Ürəyiniz rahatlaşmırsa gedib bir dənə də buradan baxa bilərsiniz. Burada dependency və dev dependencylərdə elə package.json özündə dependency'də gedib görəsiniz ki, burada React.router.dom yüklənib. Gördünüz? Tamam, bunu yükləyəndən sonra burada yuxarıda nə qədər zibil var, hamısını bağlayırsınız ki, rahat işləyəsiniz. Hə. Ondan sonra biz bunu necə işlədirik millət? Tamam. Ən birinci olaraq Yaman həqqi demədimi izah elə. Sonra dərs. Dərs. Hə. Nə deyirdim ya? Nə deyirdim? Müəllimlər kimi soruşmalı, mühazirə müəllimləri kimi. Qalx görüm ayağa, nə deyirdim? Nə deyirdim millət? Hə, biz bunu necə istifadə edirik? Hə. Bizim bunu istifadə eləməyimiz üçün uşaqlar, React-da bir məntiq var bizdə. React-da bizdə sarmalama məntiqi var. Tamam. Komponentləri sarmalama məntiqi. Yəni necə? Bizdə komponentlərim burada deyil. Yəni ki, çoxlu yumru komponentlərim var da. Onu işlədəndə, məsəl üçün, paintimizi yenə alsaq, gözəl qəşəng paintimizi. React-da burada, bunun da alt komponentlər, burada komponentlər var da. Sən bu komponentlərin aslında bunların da əlaqələri var, bilirik. Bundan buna, bundan ona, ondan ona gedir belə. Biz bunları istifadə eləyəndə, bunların içində ümumi olaraq hamısını əhatə eləyəcək bir şey istifadə eləyiriksə, millət, ondan nə etməliyik? Onları qucaqlamalıyıq. Yaxşı. Birbaşa olaraq embrace deyilir. Birbaşa olaraq gəlirsən, bunu belə gördünüz, tam qucaqlayamadıq. Qucağımız çatmadı. Belə bir şəkildə bunu qucaqlamalısan. Tamam. Bu, məsəl üçün, React.router.dom bu komponentlərin hamısını istifadə edəcək, düzdürmü? Ondan nə etməliyik? Qucaqlamalıyıq. Aydın oldu. Prinsipi, bu məntiq inşallah gələcəkdə şeydə zadda da görəsiniz adını. Kontekst zadda. Yəni ki, belə bir məntiq var React-da. Bunu belə qucaqlayırsan, deyirsən ki, bu balalarımda hamısında bundan istifadə edəcəm. Yaxşı. Ona görə də gedirsən birinci olaraq gəlib bura yazırsan ki, yəni məndə prinsipi nədir? App'in içində də yaza bilərəm əslində. Amma ki, app'in içini mən adətən sadə saxlamayı sevirəm. Gəlirəm bura yazıram ki, məndə browser router deyə bir şey var. Bax, o hardan gəlir, deyir, import olunur. React router domdan. Gördünüz? Görsünüz, yekəldim. Məncə görsün. React router doma, bax, avtomatik olaraq import olundu. Bunu açırsan, bağlayırsan və bunu sarmalayırsan. Aydın oldu. Yəni ki, artıq app'in içində prinsip sənin bütün komponentlərin yoxdur. Prinsipi bütün komponentlərin səndə browser routerun içindədir. Browser router sənə ona imkan verir ki, sən bütün komponentlərin içində React router domun atributlarını, taglərini istifadə edə biləsən. Aydın oldu. Bunu elədinmi? Yox, bunu elədin, əla, super. İndi gedirsən, tutaq ki, bizdə getmək istəyirik. Bizdə bir dənə nə səhifəsi var? Main. Header. Tamam, header'da burada bizim gediləcək yerlərimiz var. Mən bura gəlib bir dənə də deyirəm ki, OpenCart sign in. Tutaq ki, burada bir dənə sign in səhifəsi var. Mən ona getmək istəyirəm. Aydın oldu. Mən gəlib burada bir dənə açıram sign in komponenti və yaxud daha rahat login komponenti. Login.csx. Yazıram buna rfc. Tamam. Bu olsun login komponentimiz. Bu açılmalı. Və buna gəlib deyirsən ki, sən açılmalısan. Aydın oldu. Amma nə var açılmalısan? Bunu biz necə eləyirdik Vanilla'da? ATG, ref, tamam. Burada da React-da isə ATG yığışdırılır. Yığışdırılır dediyim necə qaydada? Artıq React-da ATG-lərindən istifadə eləməyəsiniz. React-da istifadə olunur React router.dom-un link taglərindən. Aydın oldu. İndi məsəl üçün gedirik ona deyirik ki, bax burada hardadır bizdə sign mine teması? OpenCart sign in deyə buradadır. Tamam. Budur düzün, bu batındır. Gəlib bunu deyəcək ki, sən ol məndə linklərin arasında. Bax, React router.dom-dan link gəlir, gördünüz. Burada hətta sənə verir
vaxt necə işlətmək lazım olduğunu belə burada verir. Nə deyir? Deyir ki, birinci linki işlət. Linkin to deyə bir atributu var, A-nın hrefi kimi. Tamam. Ora sən linki yazasan, tamam. Ondan sonra da gedib linki təyin edib deyərsən ki, pass name falan falan falan. İndi bunu deyəcəyik artıq. Linki vurduq, import elədik. Bax, gəldi import olundu. Aydın oldu. Millət, bu link olmasın. Nə tagi olur olsa da, əgər linki təmsil eləyirsə, həmişə mən sizə demişəm, bundle olunan zaman bizdə browserun başa düşdüyü 3 dənə dil var. Hansılar da olar? 3 dənə dilimiz. Frontda. HTML, CSS, JavaScript. Yəni, bunlar React qanmırlar. Sən burada link yazmırsan, nə yazırsan yaz. Yenə də gedib, buna məsəl üçün indi to qoyaq. Yazıram ki, bura link, tamam. Sən bura, nə bilim, link yazmayıb, nə yazsan yaz. Bu linki təmsil edirsən millət. Sən gedib buradan sign in-in üstünə gəlib baxsan, gedib görəsən ki, nə? Əslində A tagi olaraq bunlar gedib çıxırlar ora. Tamam. A tagləri və ref atributu kimi gedib çıxırlar. Sadəcə React Router DOM-da onu biz link olaraq tanıdırıq. Çünki bu onun bir tagidir. Və bu bizdə React Router DOM istifadə edəndə bundan istifadə olunur. Amma yenə də browserda bizdə o link kimi görünür. İndi bu linki buradan təyin elədin. İndi gedirsən bunun üstünə vurursan. Baxırsan ki, oba, gedir linkə. Gördünüz? Gözəl qəşəng şəkildə gedir linkə. Heç bir problem də yaratmır. Heç link olmasın, falan olsun, peşman olsun. Bax, bir dənə deyək. Hop, getdi linkə. Gördünüz? İndi buradan bunu nə etməliyəm? Gedirəm, indi app'imin içinə millət. App'in içinə gedirəm, məndə əsas düzülüşüm buradadır. Artıq burada mən route'larımı təyin edirəm. Bizdə route'larımız, yəni ekranda səhifə dəyişən zaman hansı hissə dəyişməlidir, hansı hissə sabit qalmalıdır? Ümumi bütün saytlarda. Header-la footer sabit qalmalıdır, main hissə dəyişməlidir. Onunla prinsipi biz rootlarımızı header-la footer-ı nəzərə almayaraq yazmalıyıq. Çünki o hissə dəyişməyəcək. Tamam, dəyişən hissəyə gəlib mən yazıram ki, birinci, mənim rootlarım var. Tamam. Rootları getdin, import elədin. Ondan sonra açdın, bağladın. Gəldin, main'i saldın bunun arasına. Tamam. Amma main-də mənim rootlarımdan bir root olacaq. Tamam. Yəni, rootlarımın arasında, bunu da belə eləyirsən, deyirsən ki, bir route var. Bu amma bir dəfəlik. Yəni, şey eləmirsən, açıb bağlamırsan, bir dəfəlik bağlayırsan. Açıb bağlanan versiyasını da öyrətsən. Nə yazdın? Routes. Deməli, mənim birinci routum nə olacaq? Gedib deyirəm ki, main nə vaxt gəlməlidir? Nə vaxt bizdə main hissə saçılmalıdır? Bax, hazır. Pəsi, prinsipi, yox, main olanda yox. Yəni, heç nə olmayan, aydın oldu. Gəlib deyirsən ki, pəsimiz slash olanda bizim elementimiz olsun. Yəni, belə açırsan, buradan da bir dənə main-i gətirib yazsan bura. Tamam. Bir dənə gəlib baxsan ki, oba, işləyir. Tamam. Yəni, gəlibsən buna. Nə? Buna geydirmə dedi. Yox, bu React-ın, React Router DOM yaralanandan bəri istifadə olunan qayda qanun budur. Tamam. Hazırda təzə məzə çıxıb, həm element zat, loader zat məsələlər, temalar. Onda inanırsınız çox bir məntiq yoxdur. React yazırsansa, bayaq Vahid müəllimə dediyim tema. Onu inşallah görəsiniz də onun plusları nədir, minusları nədir. Amma plusları elə pluslardır ki, yəni onu yazana qədər gedib next yazarsan. Next nisbətən Next React-ın simplified versiyasıdır və daha belə improved, daha belə gəlişmiş, təkmilləşmiş, rahat. Ki, amma Next-də əlindən nisbətən daha çox şey idarə edirsən, bacarırsan. Hə, yazsan ki,
Pəs bu olanda element bu olsun. Aydın oldu. Yəni sən bura gəlib yazsan ki, pəs main olanda bu olsun. Bax, hal-hazırda səndə heç nə görsənməyəcək. Əgər gəlib burdan main yazsan görsənəcək. Aydın oldu. Tamam, maində bu görsənir. Və buradan indi biz sign-inə vuranda link gəlir. Link deyə bir şey gəlir, amma heç nə gəlmir. Mən bura sign-inə niyə link deyə bir şey vermişəm şey? Mən niyə demədim bunu? Bura bir dənə login yazardıq da, heç olmasa. Tamam. Baxıram, login gəlir, amma heç nə. Çünki buna heç nə təyin eləməmişik. Mən buna nə deyərəm? Deyərəm ki, nə? Mənim bir də ki, millət, bir də ki, mən bura bilsiz bundan mainlə tamam. Bunu həll öyrədərəm sizə. Bir də indi gəlib nə etməliyəm? Gəlib deməliyəm ki, mənim bir dənə də routum var, düzdürmü? Artıq bu nə olacaq? Pəsi nə olacaq? Login. Element nə olacaq? Sign-in deyir. Yox, login in. Tamam. Qutardı. İndi bir dənə baxırsınız, bax. Hansı səhifəsi? Burada. Gördünüz login səhifəsi. Buradan keçsə sign-inə. Deyil, yenə ola. Arxaya qaydaq. Bax, burada main. Burada sign-in, login. Amma birinci statik olaraq ekran açsanda sizdə bu olacaq deyə heç nə görsənməyəcək. Çünki maini bura vermişik. Amma maini verməliyik hara? Maini verməliyəm bura. Statik olaraq. Sizə iç-içə rootunu da həll edəcəyik. Amma indidən yox. Tamam. Onu şeylər yazanda, rootları iç-içə yazanda həll edəcəyik. Qoyundan belə qalsın. Sizə slashin olub olmamasının fərqini də göstərəcəyim. İndi main log. Bu qədər millət. Başqa bir şey yoxdur. Yəni çox sadədir. Yəni birbaşa olaraq routları yazırsan, arasında gedir, əlaqələnir. Yəni bunu yazsan ki, bu bunda olsun. İndi inşallah layout hissəsinə keçəcək və s. və ilaxır. Oralar hələ qarışdırılır. Hansı hissələr qıraqda qalır? Header hissəsi qıraqda qalır, footer hissəsi qıraqda qalır. Aydın oldu. Nə? Bax da, yuxarı bax. Gör gedir. Buna basanda şey gəlir, deyən. Onu da düzəldir. Deyək ki, məndə header hissəsində bax bu məndə şeydir. Bu SVG-dir. Bunu gedib eləyirəm nə? Link. Bunun toolsuna basanda hara getməlidir? Slash. Hop, getməlidir bura. Tamam. Hop, getməlidir sign-inə, qayıtmalıdır bura. Bax, refresh gedir. Refresh əməliyyatı getmir. İndi bilsiz nə edərəm? İndi mən istəyirəm ki, tamam bunu yazdıq. Bunu gözəl qəşəng şəkildə yazdıq. Tamam, amma yəni bura logində olsa, mən adətən millət saytlardan girib məsəl üçün nəsə axtaranda özüm üçün. Məsəl üçün GitHub-a girəndə, heç vaxt GitHub-a girib sonra gedib oradan öz səhifəmə girmirəm ya da kimisə səhifəsinə. Gəlin birbaşa buradan adını yazıram bu şəkildə. Ondan sonra belə axtarıram ki, özü mənə tapsın. Tamam. İndi siz buradan GitHub-a bunu yazsaz, belə yazsaz, işləyəcək. Nə gəlir? 404 page not found. Gördün? Amma ki, bir dənə baxıram, mən də bura login də yazsam, loginə gedir. Login yazmasam, bundan da yazsam, harasa gedir, amma heç bir səhifə vermir mənə. Aydın oldu. Elə bir səhifə tapılmadığı üçün heç bir elementi açmır. Bir dənə nəyi saxlayır? Header-la footer saxlayır. Mən də onun bir dənə çözüm üsulu var ki, bura bir dənə əlavə olaraq da əslində komponentsi yaratmamalıyıq millət. Bunu biz verməliydik page-lərin içində. Hamısını basmışıq komponentsə və login səhifədir. Bir page. Nə? Və buranın logini açanda nə digər komponentlər istəyir? Hə. Neynəməlidir? Millət, bir də buna baxın. Buradan page-ə vuranda login. Artıq buradan import eləyəndə page-in importu, login importunu avtomatik olaraq dəyişir. Tamam. Bu qabat bir şeydir. Mən bunu məsəl üçün always şeyə basmışam, soruşmaya basmışam. Do not ask nə bilim always dəyişənlərinə. Sizdə həmişə soruşacaq. Dəyişəndə yazacaq ki,
dəyişir, avtomatik olaraq şey dəyişirmi? Root avtomatik olaraq dəyişirmi? Importları. Görəsiz, yesa vurun dəyişsin. Bax burada məsəl üçün page'ə başqa nə keçə bilərəm? Main də tutaq ki də principal page. Bunu keçirdəndə are you sure deyir. Bunu eləyəndə öz avtomatik olaraq importları da dəyişir. Mırtadayını da atdım ki görəsiz. Ki hər hansısa bir problem yaratmır. Yaradır, qaytar. Main'i də dəyişməyin də, main əsas bir şey. Amma adətən problem eləmir. Adətən özü dəyişir. Özü dəyişməyəndə daha gedin özü dəyişir. Çox da şey eləmir, üz vurmayın. Minnət eləməyin. Trip atmayın ki, daha yazmıram. Hə. Bax. Adı yadımdan çıxdı. Təyyar. Bax bura. Bilirsən tema necədir? Bax buradan sən login yazmısan, login gəlir də. Biz bunu vermişik, qardaş. Login tıdıdı nədir bu? Bu nədir? Bu hara getməlidir? Nəyi açmalıdır bu? Bu ikisi root'un arasında deyil. Bu ikisi sabitdir. Bu dəyişməməlidir zaten. Header'dır, footer'dır. Nə vaxt görmüsən header'la footer geçsin? Belə şey var. Hardasın qardaşlar? Nə? Yox, Bravo'da nə işiniz var? Hamısını bilirəm. GPS var üstünüzdə. Mən maxələrim var burada. Hamısı belədir. Nə yox idi? Badam vaxtı. Neysə badam. Ha. Gülmə Mərdim Azar. Ha, bax, getməməlidir. Adi, bax, kitabda belə, kitabda belə gəlib bunu yazanda, qalır header, qalır footer. Sən niyə demədin ki, qaqa, kitabda niyə qalır bunlar? Bizə ilişdiyini minni. Çünki qalırlar, qalmalıdırlar. Ki, sən buradan təzədən bura qayıda biləsən. Aydın oldu. İndi bunlar qalırlar, amma ortaya bir dənə də məndə 404 səhifəsi gəlməlidir, error səhifəsi gəlməlidir. Mən page'ləri gedib bir dənə də deyirəm ki, məndə burada error.jsx var. Error.jsx-ə gəlib deyirəm ki, rıfc, burada error səhifəsi açılacaq. Hətta bir dənə məndə Mamba UI-imdə error səhifəsi deyə bir şey də var. Gedirsən komponentə, error var burada, bax. Error səhifəsi verir başlasın. Gedin JSX-ə götürün. Kefinizdir, bax, kopyalayın. Şöyle, işlədin geçsin. Amma yenə də bax, görsən error deyə bir şey vermir. Əslində şeydə verir. Məsələn, Next-də bunu avtomatik olaraq verir. Amma burada özümüz təyin eləməliyik. Gəlib birbaşa gəlib deyirik ki, app JSX-in içində mən də route'larımın içində bir dənə də route olacaq. Tamam. Tamam. Bunun pəsi olacaq ulduz. Ulduz nədir? Hər şey. Yəni, mən də bu təyin edeyim, route'lardan başqa, liboy nəyə gedirsənsə get, məndə nə açılmalıdır? Page'in içində, error, bu başqa şeydir. Bu özünün, nəyinsə komponentidir. Page'in içindəki error. Hələ nəyində sən erroru var. Bax, nə açıldı? Bura bir dənə. Bax, indi loginə girirəm. Logində bu açılır, buna girirəm, bunda bu açılır, buna girirəm, bunda bu açılır. Bax, indi heç bilmirsiniz nə tarafı, badam yeyirsiniz. Ondan sonra bundan, məsəl üçün, belə bir şey oldu, şu. Nə gəlir bizə? Artıq 404 səhifəsi gəlir. Bu olmasın, login olmasın. Ayama oldu. Online zaten hamısı getdi. Ay Allah. Rekord. Tamam. Harda qalmış, nə deyil? Hə, error page-də yazdı. Aydın oldu. Error da yazdı, bomba kimi. Əla, nağarsan qadan al. Hə. Pəs bücürdərdi. Belə zad edir, belə eləyir. Yaraşır yaşma başma. Səs zad da çıxart da. Uvu qaqa.
Hə. Ay Allah. Güya reaktordan keç. Qaydım nə olacaqsın White müəllim ki. Hə. İndi bunu yazdıq. Bu bomba kimi. İndi biz bu məsəl üçün indi basırıq statik olaraq gedir də. Yəni bastım getdi. Basırıq gedir. İndi bunun istəyirik ki bura vuranda da məsəl üçün açılsın. Aydın oldu. Amma ora vuranda açılma qaydası necə olmalıdır? Yəni mən bura basmalıyam. Buradan gəlməlidir hər hansısa bir şey ki, məsəl üçün detailsin içində falan kart, ID, adı, nə bilim, tutaq ki, Azərbaycana basanda ən azından 200 gəlməsə də, ID gəlməsə də, ən azından şey AZ gəlsin də ora. Başa düşdün? Yəni bunu necə eləməliyik? Bəs yaxşı mən gedib desəm ki, indi məndə kartlarım var. Bura adına gedir deyə də adının üstündən vuranda olsun. Deyək ki, adının üstündən vuranda üstünə gələndə deyəcəm ki, Hoover underline olur. Gülməyim. Burada bu da nəyin içindədir? Linkin içindədir. Bunun da toolsu nədir? Hə, salam verik. İndi bura nə yazmalıyıq? Tamam. İndi AZ yazarsan. ISO. Hə, bizdə bir dənə baxaq görək. Bir dənə baxaq görək. Datada nə var idi? Yəni statik olaraq AZ yazanda millət AZ-yə gedəcək bu. AZ deyəcək, hə, ISO. Baxaq. Paranormal. Anormal qrupudur ya, anormal. Bir dənə bax, buradan gedib array-in içinə baxırıq. Bizdə şey var. Alfa 2 kod, bir də alfa 3 kod var. Məncə alfa 3 kodu istifadə edə bilərik. Sırf buna görə. Bax, bir dənə bunu buradan götürürəm. Bunu buradan da eyni şəkildə item'ın içindən də götürürəm. Ondan sonra gəlib bura verirəm ki, amma bu şəkildə. Buradan da bunu backtick eləyirəm. Bunda alfa 3 kod eləyirəm. Aydın oldu. Nə? Dollar yazılır. Çünki sən tamam, onu text kimi də qəbul edə bilər. Sən backticklərin içindəsən, HTML-in içindəsən. Kimə baxıram görürük. Amma indi o şey nə edirik? Baxıram, indi baxıram. Buna vururam. Ala. Buna bozar üstü. Buna vurursan Əfqanistan. Buna vurursan Albaniya. Hə, amma bomba kimi. Elə bir səhifə yox. İndi gedib o birisi tərəfdə necə bunu təyin edəcək? Nə? Gedib deyəsən ki, məndə bir dənə də route var, düzdürmü? O route'da məndə tutaq ki, deyirəm ki, detail səhifəsi açılmalıdır. Heç detail deyə bir səhifəm yoxdur. detail.csx O deyiləm. 40C. Yazdım bunu. İndi bura yazırsan ki, burada məndə açılacaq. Detail CSX. Amma nə vaxt açılacaq? Hə, bura nə gələndə açılacaq? Hı? Nə gələndə? Bax, bura yazsaz ki, liboy bir şey. Tutaq ki də. Hə, alfa 3 kod. ISO. Hə. Alfa 3 kod. Buna basanda deyəcək ki, zırt alfa 3 kod. Yaxşı? Hə. Yəni o deyil, qaqaş. Yəni niyə? Çünki bu bilmir heç alfa 3 kod nədir. Bunu belə deyə bilərsən. Bunun dinamik olduğunu bildi. Bu birbaşa olaraq alfa 3 kod olsa, o zaman detailin açılar. Aydın oldu. Sən buna bildirməlisən ki, mənə nəsə gəlir və o dinamikdir. Və bunun qabağına ona görə bir dənə 2 nöqtə qoyarsan. Aydın oldu. Bu bunun dinamik olduğunu bildirir. Ki, yəni bu alfa 3 kod məndə sırf şey deyil. Yəni pəs deyil. Gələn dinamik bir şeyin adı alfa 3 koddur. Yəni onda artıq sən bunun üstünə vuranda detailə yönləndirəcək. Aydın oldu. Və bu alfa 3 kodun yerinə sən ürəyin istədiyin hər hansı bir şeyi
yaza bilərsən. Sən şərəfə bir dənə də Aşsa. Bunu belə yazsan, yenə yönlənəcək bura. Aydın oldu? Elə də. Hə, yenə yönlənəcək bura. Amma yaxşı deyəsiniz ki, niyə belə bir şey oldu da? İndi mən gedirəm detailin içindən, neynəməliyəm millət? Detailin içindən gəlirəm, bunu tutmalıyam, düzdürmü? Ki, həmin datamı tapım da mən. Onu nə ilə tuturuq? Bizdə bir dənə hook var. Onun adı use paramsdır. Gedirsən bir dənə param götürürsən, deyirsən ki, params gələcək mənə. Use params. Bu dəyişən adda millət. Bunu birlikdə hər hansısa bir şey təyin edə bilərik. Use paramsın da gəlib konsolluğa use params verəndə keçdiniz siz bunu dinamik ID, dinamik route məsələsini. Buradan paramsı götürəndə gəlib görəsiniz ki, burada mənə bir dənə obyekt gəlir və alfa 3 kod saxlayıb içində, o da aladır. Tamam. Sən hər dəfə buradan hər hansısa bir şeyə gedib girəndə, buradan gəlib Andorranın üstünə vuranda, buradan and gələcək. Alfa 3 kodun içində. Bu odur millət. Yəni bayaqki olaraq dediyim kimi bunu belə deyəndə UV-un içində Andorra gələcək. Başa düşdünüz? Yəni nə yazsam bura, obyekt gəlir və onun içində o gəlir. Aydın oldu. Və sən bura yazsan ki, tutaq ki, mənə gəlir adı gəlir. Tutaq ki, da adı gəlir, qısadır. Sən bunu götürmək üçün buradan gəlib yazarsan ki, nə yazarsan detailin içinə? Params nöqtə, adı ver mənə, o da Andorranı verəcək. Tamam. Bunu belə eləməmək üçün birbaşa olaraq nə edə bilərik? Destrukturlaşdıra bilərik ki, buradan promoy mənə ad gəlir. Və birbaşa olaraq burada adı deyərəm. Daha məntiqlidirmi? Düzdür? Tamam. Bu əlinizdə varsa, bunun kartını ekrana çıxartmaq nədir sizdə? 2 vur 2. Tamam. Yəni nə edirsən? Deyirəm, ambadan komponent götürsən. Yəni birinci olaraq bizə ora datamız getməlidir. Bizdə country data var burada. Eyni şəkildə onu göndərməliyəm mən. Detailsin içinə. Hər şey elədik. Bunu gəlib yazırsan ki, cnt, nə, data. Gedirsən detailin içindən gəlib deyirsən ki, burada mənə cnt data gələcək. Aydın oldu. O country datanın içində nə etməlisən? Tapmalısan həmin elementi. Gəlib deyərsən ki, const məndə country obyektim bərabər nəyə? Cnt data nöqtə nə? Find item nöqtə alfa 3 kodu bərabər olan bizim nəyimizə? Adımıza. O tapdığın da burada deyək ki, belə olaraq çıxaq. Görək nə deyir. Burada deməyək hələ ki, konsolluğa deyək. Console.log nə? Sınıfı oluş. Bu da detail qalsın. Nə çıxartdı? Andorra gəldi. Angola gəldi. Gəldi. Himnofiya. Hamısı gəlir. Bizdə bir dənə bu gəlibsə, bir dənə qalıb ki, nə? Bunu ekrana çıxartmaq. Deyir, bizdə bir dənə elə header'ın içində burada bir dənə kart var idi da. Kartının random kart. Header yox, main'in içində. Deyir random kart. Random kardını necə götürək? Hara verək? Yox. Header yenə burada nə qədər şey oldu. Detailin içinə bir dənə bunu ataq. Artıq burada nə deyəcəm? Alfa kimdə? Örtməkdə flagım var. Qəbul edirik biz. Alfa.
Baxıram. Bax, basıram. Bax, gördünüz. Dinamik olaraq sizə router gəlir və o da bunu açır birbaşa olaraq. Bunu yazmasaz, buradakı sualı qoymasaz problem çıxartmış. Amma çıxarda bilər. Bax, səndə bilsən nədir? Data gəlibsə, gəlməyibsə. Səndə hal-hazırda gələn datanı ötürmüsən bura. Aydın oldu. Sən buradan bunun üstünə klik eləyə bilirsənsə, zaten datan gəlib. Tamam. Müəyyən bir vaxt find olunmalıdır. O da ki, asinxron əməliyyat deyil deyə find olunandan sonra keçir. Aydın oldu. Səndə o problem yaranacaq, datanı ötürmədiyin, onu oyadın. Datanı ötürmədiyin, get element by ID ilə çağırdığın vaxtlarda onu da eləyəcəyik. Tamam. Onda problem olacaq, onda mütləq şəkildə yoxlamalı olasan ki, əgər counterim varsa, aydın oldu, onda da nə edəsən? Bunu da yoxlamaq məsləhətli bir şeydir əslində. O zaman nə edəsən? Gəlib bunun içinə deyəsən ki, əgər ya da bunun içinə deməyin əvəzinə gəlib birbaşa çox daha rahat. Əgər if datam yoxdursa və yaxud cınıtı objectim yoxdursa, prinsip data yoxdursa, bunun içinə find eləyib heç nə atanmayıb da, düzdürmü? Object yoxlamaq daha məntiqlidir ki, yəni başqa bir adla bəlkə həmin data silinibdir səhvən. Object yoxdursa, mənə return olaraq qaytarsın nəyi? Nəyi? Varımızdır error səhifəmiz. Aydın oldu. Bunun içinə hətta bir dənə mesaj deyə də bir şey göndərə bilərsiniz ki, tutaq ki, mesaj getsin bunun içinə şey olsun, props olaraq göndərsiniz mesaj ki, bu belə. Yanda ki, find'ım tapılmadı. Orada da onu errorun ekranına çıxardırsınız. Əgər mesajın varsa, errorun ekranına bu çıxsın. Yanda ki, errorun tipini biləsiniz deyə. Obyekt olaraq təyin elə hatta, fərqi nədir? Array olaraq təyin elə. Tamam. Belə təyin elə. Ged oradan tut. Uğur. Ya uğur zarafat tutar da. Öldür. Tamam. Bunu da təyin elədik. İndi bir dənə də problem var məndə, bir dənə də problem. Bununla başa düşdünüz millət? Bu da dinamik ID məsələsi. Dinamik ID deyəndə dinamik param məsələsi. Dinamik route. Hə. Bunun da aydın olduğuna görə bizdə bir dənə də problem var. Tamam, bu Belçikadır, aydın oldu. Amma mən yenə burada hər hansısa bir şey yazanda bax, tapmadı. Atdı errora. Ayda bu süper bir şey. Hə. Bu amma burada olmasaydı, hani? Belə bir şey yoxlamasaydıq millət burada. Bu belə olaraq çıxmalıydı. Aydın oldu. Və sizə bir şey də deyim. Bunu belə yazanda statik olaraq millət adətən bilirsiniz nə olur? Bunu atanda burada promoy olaraq bu gəlmir. Görərsiniz nisbətən daha yönləndirilmiş rootlar olur. Necə? Basanda adətən belə olur. Kardın içi hardadır? Kart. Alfa 3 kod yox. Belə olur məsəl üçün. Detailsin busu. Tamam. Bu daha məntiqlidir. Detailsin bunu. Onu da dəyişəndə gəlib buradan da zəhmət olmasa app'inkini də dəyişin ki mən eləmədim onu. Details'dən sonra gəlir bu. Burada bunu qoyun. Tamam. Məsələn şeyi də istəyə bilərsiniz. Ki statik olaraq bu açılanda açılsın burada yox. Məsəl üçün Trendyol necə açılır? Bu tik listə qadın. Tamam. Yəni sən bunu nə qədər də buradan silsən, buna bir dənə refresh atsan, yenə bu tik listə qadın olaraq gələcək bura. Çünki niyə? Ana səhifəni statik olaraq bu qoyublar. Ki birbaşa olaraq bura nə olur?
yönləndirilir. Aydın oldu. Sən indi onu belə eləmək istəsən ki, passing bizdə zone treesi, country'si olanda sən belasını al. Zone oy. Localhost arxasına zone trees, countries olsa, tamam bu hissə açılacaq. Amma ki, statik olaraq səndə həmişə yəni bunu silsən yönləndirməyəcək. Və statik olaraq da proyekt açsanda bu hissə açılacaq və countries deyə də bir şey olmayacaq. Bunu eləmək üçün də sizdə statik yönləndirmə lazımdır. Tamam. Onu necə eləyirik? Bilməm ki, yadımda qalmır. Onu da buradan bir dənə yenə route əlavə edirəm. Pass bu olanda deyən görüm necə eləyirdik? Mavi. Bu deyil. Yes. Belə də deyil. Necə eləyirdik bilməm. React yazıram ki, React Navigate. Use Navigate yox. Baxaq. React Router API referansı. Görüm necə işlənir. Bu nədir? Yox, Use Navigate demirəm. Məndə başqa bir şey var idi. React Navigation. Navigate component in React. Moving between screens. Baxaq. Bəlkə element şey deyil. Navigate, element. Necə işlənirdi? Ya da ki element baxın navigator. Navigator nə idi? Navigation. Baxaq görək nə deyir. Go details, navigate yox, use navigate istəmirəm da, bu deyil. Tag olaraq istəyirəm. React navigate tag usage in router. Belə deyildi. Yox, bunu da istəmirəm. Navigate to login. Bundan deyil də. Mən bunu 100% işlətmişəm. Baxaq. Bu uşaqları keçəndə 100% işlətmişəm. Ki, hansı proyektin olduğunu tapmaq lazımdır. Bir dənə to-do list modulis, app, to-do, React Counter, bir ehtimaldan bu. Baxın. 30 işlətmişəm da onda. Və bayaq niyə şey verdi bu? Element. Promoy navigate yazmışdı. Bura bir dənə to yazanda deyirəm axı. Countries. Bunu artıq belə yazanda millət, bunu da bağlayanda bu nə edir? Biz də birbaşa olaraq ana səhifə açılanda countries-ə yönləndirir. Gördünüz? Yəni artıq bunu nə etəsəz də, nə həncama çıxartdısaz da buradan, yəni bunu get buradan sil, yenə gedib countries-in içinə yönləndirəcək səni. Gördünüz? Yəni bu şəkildə işləyəcək.
Ondan əlavə countries, ondan sonra bax countries'in arxası ilə indi olaraq məsələn countries'in arxasına basırsan buna nə gəlir? Countries'in arxası ilə details gəlir. İçində nə bilim alamala gəlir. Gördünüz? Tamam. Amma biz bunu nə etmişik? Countries'in arxası ilə verməmişik. Aydın oldu ki, biz istəmirik countries gəlsin burada. Biz istəyirik ki, promo olaraq getsin. Onda details'in içindən gedirəm. Kartın içinə. Baxın, bura nə qoymuşuq? Görürsünüz, bunu slashsız yazmışıq. Tamam. Bunun fərqi budur. Bunu slashsız yazanda bu bilirsiniz nə edir? Basanda birbaşa olaraq gedir linkin arxasına düşür. Aydın oldu. Amma əgər bura bir dənə slash qoysanız, burayı yenidən vursanız, həmin link silinir, yenidən yazılır. Aydın oldu. Əgər iç-içədirsə, bayaq bunu izah edəcəydim. Əgər iç-içədirsə, siz nə etməlisiniz? Qoymamalısınız slash. Yəni ki, buna basırsan, Argentina. Buna basırsan, country'sin arxasına gedir. Bu olduğu halda, yəni sən bunu istəyirsənsə əgər, onda get burada zone 3s və s. yaz. Tamam. Aydın oldu. Amma yox, əgər bunu istəmirsənsə, silinib yenidən gəlməyini istəyirsənsə, onda bura bir dənə bundan qoymalısan ki, yəni countries details olmasın, promote details olsun. Details. Aydın oldu bu şəkildə. Tamam. Və məsəl üçün gəlmişik serutlara da keçək daha. Biraz da yorumdasınız. Başınız qarışmayıb. Yaxşıdır. Yanmayıb. 15 dəqiqə də yorum. Bir dənə də bir şey göstərəcəm. Çox sadə. Biraz sadə. Çox sadə. Yarım saat sonra. Biz, məsəl üçün, bunu yazanda tutaq ki, tamam. Biz bunu yazanda, tutaq ki, bizdə country'sin içində də nəsə var. Buradan da vuranda ora gedəcək. Məsəl üçün, bizdə kapital barədə məlumat verən səhifə var bir dənə. Bu capital.gsx nə bilim nə və yaxud bayraq barədə, nə barədə. Bunu page aç zəhmət olmasa. Tamam. Bunu da burada, bu kapital açılacaq burada. Nə var açılacaq? Bura vuranda dinamik kaydı olaraq detail səhifəsindən gəl. Burada mənə şey çıxart, kapital zad nəsə qəbul edirəm. Cınıtı data, datamızın object data, flagın kapital. Gəl burada mənə şey çıxart. Bu H2-nin yerində mənə çıxart bunun cınıtı object nöqtə capital kapitalını çıxart. Tamam. ISO, Sage Jones. Bax, mən deyirəm ki, bu Sage Jones'a basanda bu getməlidir kapital səhifəsinə, düzdürmü? Nə qoyuram həmişəki kimi? Bir dənə buradan link qoyuram, bir dənə buna to qoyuram, to'suna nə verirəm artıq? Dinamik olduğu üçün nə verirəm? Nə yazmalıyam? Details bu kapital. Düzdürmü? Amma yox da, yəni mən bunun dinamikliyini necə yazacağam? Belə yazmamalıyıq da. Yəni cınıtı yəni şey yazma, alfa 3 kod falan yazmamalıyıq da. Bir dənə gəlib yazmalıyıq ki, nə? Çünki artıq belə yazanda nə olacaq? Zaten arxasına gedib düşəcək. Düzdürmü? Yəni əgər bunu belə qoysaydın, bir dənə də slash qoysaydın, birbaşa olaraq bura gedəcəyik. Tamam. Arxasına düşməyəcəkdi pəsin. Biz onu eləmirik. Biz onu deyirik ki, arxasına düşəsən, əziyyət çəkdirmə mənə. Detailsin bunu. Tamam. Bu hazırsa, bunun şeyin içindən də app'in içindən də gəlib deməlisən ki, nə? Ucu belə yazmalısan millət. Bunun bir dənə də kapitalı. Və burada da məndə açılır nə? Kapital GSX açılır. Buna da data gedir və s. Bura basanda kapital açılır həqiqətən. Aydın oldu. Amma yəni
Bu artıq çox uzun uzadı bir şeydir. Hə. Nə? Nə border? Hə, onları deyəcəm. Nə? Nə deyirdin sən təyyar? Yəni da bu belə uyğun bir şey deyil. Sən bizdə millət bir-birinə aid olan rutları bir yerə yığmalıyıq. Aydın oldu? O daha rahat şəkildə. Məsəl üçün detailsin rutları hardadır? Burada. Tamam. Zaten şeydə də elə eləyirlər. Liboy məsəl üçün burada məsəl üçün kişidir. Ha, kişinin içində inanılmaz qədər rut var da, başa düşdün? Ha, onun rutlarını bir yerə yığmasan hər dəfə bunu bu şəkildə düzgün deyil. Onu yığmalıyıq biz bir rutun içinə. Yəni ki, bunu alırıq, root taglərinin arasına açılan, bağlanan root tagi qoyuruq artıq. Aydın oldu? Tamam. Və sən buna deyəsən ki, pəs işdə məndə sən hansı səhifədə? Details səhifəsində. Tamam. Detailsin arxası ilə ad gələndə, tamam, bu işdə. Detailsin arxası ilə addan sonra bir kapital da gələndə bu işdə. Amma statik olaraq hansının işləməyini bildirməliyik? Statik olaraq hansı işləməlidir birinci bizdə? Bu, düzdürmü? Ona görə də bura gəlib bir dənə indeks qoyuruq. Ki, bu rootda, details rootunda sən açılasın. Aydın oldu. Və avtomatik olaraq sən görürsən ki, bu məndə details səhifəsinə aid olan rootlardır. Hamısını yığacam bunun üçün. İndi gedirəm, baxıram. Görə işləyirmi? Countries'in bax, statik olaraq Countries açır, yönləndirir birbaşa. Bizdə nə ilə? Navigate ilə. Tamam. Ondan sonra gəlirsən, vurursan buradan buna. Countries-in içində, details-in içində Albaniya. Çünki countries-in içində, details-in içində olmamalıdır. Bizdə şeyə baxanda, basanda, kardın üstünə basanda o da bir dənə də problem. Bir şey olaraq görürük. Countries-in içində, details-in içində var gəlir, kardın üstünə basanda bu olmasa necə işləyirdi? Bu olmasa düz işləyirdi, hə? Baxaq bir dənə. Tutaq ki, belədir vəziyyət. Tamam. Buradayıq. Gedirik bura. Detailsin içində bu. Buradan da gedirik kapitala. Onun da içində bu. Aydın oldu. Bu necə işləyir? Bu necə işləyir? Bu birbaşa yerdə işləyir ki, yəni sən details rootunda bu iki root işlədəsən. Tamam. Onun da ana elementi, ana səhifəsi bu olacaq. Aydın oldu. Və digəri bu olacaq. Bu indeks məsələsi hər bir şeydə işləyir. Sən burada məsəl üçün pəsi silsən, bura indeks yazsan, statik olaraq səndə ekran açsanda, bax burada məsəl üçün ekran açsanda main hissə açılmış olacaq. Gördünüz? Çünki indeks bundadır. Aydın oldu. Amma bura bunu yazmaq o qədər də şey deyil da. Yəni mən deyirəm ki, pəs burada olsun. Yəni bunu yazmaq daha məntiqlidir. İndeks orada məntiqlidir ki, səndə rootların var. İçində 3-4 dənə şeyin var. Sən bunlara pəs zaten vermisən. Tamam. Sən buna indeks yazırsan ki, ana səhifə sənsən. Tamam. Ana element səhifə sənsən. Bu isə tamam başqa bir şeydir. Bunun teması odur ki, biz də hal-hazırda ana root olaraq birbaşa countries'i götürür. Tamam. Çünki countries'i təyin eləmişik. Ona görə də birbaşa olaraq countries'in arxasına birbaşa olaraq gəlib düşür. Bunu basam da. O düşmür. Bax, niyə düşürdü? Hə, şey eləməmişik. Baxın. Düppədüz işləyir. Düz işləyir millət. Düppədüz işləyir. Baxıram. Tez sanılır. Bu anda şu. Düppədüz işləyir. Bura bir dənə də belə eləyəndə. Buradan bir dənə də bunu sil. Yenə də qaydır hara? Countries'ə. Nə?
Kapitalı eləməyinizə ehtiyac yoxdur. Mən kapitalı öyrədirəm ki, sizdə gələcəkdə işləyəndə 3 dənə, 5 dənə root olmayacaq. Rootun içində root olacaq. Sən onu gedib əlinlə 3 saat detailsin üçün falan peşmanı yazmayasan və ortalıqda qarışdırmayasan deyə, ona bir dənə adam kimi root təyin eləməlisən belə, bu şəkildə. Aydın oldu? Hə. Nə? React-da 100% də alsan. Bir dənə param istifadə edirsən, tutursan, göndərirsən, qalan heç nə qalmır. Nə gülsən? Hə, tamam. Ay, sonra bundan əlavə şey qurtarmayıb ha hələ millət. Bu arada hələ bunun üstünə davam eləyəcək. Adı nə idi? React Router.com hələ qurtarmayıb. Bizdə layoutlar qalıb. Belə məsələlər qalıb bizdə. Tamam. Amma ki, indilik olaraq React Router.com tam olaraq budur. Tərpənməyin. Heç kim tərpənməsin, sonra yığışar. Hə. Router.com tamam başqa bir şeydir. Router.com statik olaraq gəlir React yüklənəndə. Onun dəxlisi yoxdur React Router.com. Tamam. Əslində dəxlisi var, yəni dolayı yolla. Bu birbaşa olaraq React-ın açılmasını, işləməsini təmin edən bir şeydir. Bu komponentlər arası. Yəni bu React.com işləməsə, Router.com işləməz prinsipi. Amma işləmə prinsiplərinin arasında çox bir dəxli yox. Millət, indi mən sənə tapşıracağam. Ev tapşırığı olaraq. Tamam. Gedirsiniz. Mən bilirsiniz bu nə eləyirəm? Məndə bu işlem lazımdır. Gördünüz, gəlib gedir. Sırf dataya görə. Data düzəməli işləmir deyə. Gedirsiniz, bilirsiniz nə edirsiniz millət? Tapşırıyorum görə. Məntiqli olaraq. Məndə datadan da problem, məndə şeyin problem deyil. Hə. Millət, tapşırıq odur ki, bura artıq basanda bizdə nə olur? Bunlar gəlir, hə? Amma mən bunu istəmirəm. Mən istəyirəm ki, bunlara artıq basanda bizdə burada olsun, bunlara basanda burada olsun Asiya, burada olsun Afrika və ona görə filtrlənsin. Yəni mən istəmirəm ki, artıq siz bunu header'dan basanda yığasınız buradan şeyin içinə, buradan basanda tamam. Regionun içinə yığasınız. Ondan sonra bir dəqiqə deyim sonra. Ondan sonra regionu gətirib burada saxlayasınız. Regionu gəlib göndərəsiniz buradan mainin içinə. Mainin içindən də nə bilim regionu basasınız. Burada filtr eləyəsiniz və s. və ilaxır. Tamam. Mainin içinə getmədim ki. Tamam. Mainin içindən də gələsiniz, basasınız, nə eləyəsiniz. Bunu istəmirəm. Main. Tamam. Bax burada filtr eləyəsən. Hə. Mən istəyirəm ki, yox, əlavə səhifə açmayasan ki, bir dənə bu səhifənin üstündə eləyəsən. Şey istəmirəm. Amma sən onu eləsən, millət, şey kimi istəmirəm ha, detail səhifəsi kimi əlavə bir səhifə ayırasınız buna istəmirəm. Tamam. Çünki məntiqsiz olar. Sırf regiona görə əlavə yenə bu kartların olduğu bir səhifə ayırmaq. Bu kartların var da onsuz main səhifəsində. Mən istəyirəm ki, buna basanda da Afrikaya, Okeaniyaya zada basanda da yenə bizdə main səhifəsinə getsin. Yenə bizdə mainə getsin. Amma burada yuxarıda Asiya gəlsin. Yenə main açılsın, yuxarıda Asiya gəlsin. Və artıq paramsdan o Asiyanı tutub ona görə burada filtrləsin. Burada. Region yer. Aydın oldu. Bir də ki, çox rahatdır da, yəni gedəsiniz, mən yazdığım yerə qədər yazasınız, bu zaten videoya baxa-baxa. Bunu eləyəsiniz. Ondan sonra da mən istəyirəm ki, məsəl üçün bizdə dark light mode var da. Sən burada bunu dark elədin. Sonra buradan refresh-ə basanda bu light oldusa, bu nə zibrə yaradı. Tamam. Yaxşı deyil. Xoşum gəlmir. Ona görə mən istəyirəm ki, siz bu dark light modun necə eləyə bilərsiniz ki, refresh-ə görə dəyişib? Günahı qulaq. Aysa, local storage. Local storage bilirsinizmi? Bilirsiniz inşallah. Aysa. Mən istəyirəm ki, siz bunu dark light eləyəndə bunun dark olduğunu, light olduğunu local storage-da saxlayasınız və refresh-ə mən darkdayamsa hal-hazırda
refreşə vuranda dark açılsın və proyekt açılanda da dark açılsın, statik olaraq white açılmasın. Yəni hansını dayanırsa o açılsın. Yəni onu həll edirsiniz, bunu da local storage-ə göndərib gəlirsiniz. Bu qədər.